Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Afaq Bəşir qızı ilə əməkdar artist Almaz Ələskürov arasında Akademik Musiqili Teatrında mübahisə düşüb. Xəbər verilir ki, məsələ ilə bağlı Almaz Ələskürovla əlaqə saxlayıb, müğənni Afaq Bəşir qızı ilə dalaşmasını inkar etməyib. Olan oldu, keçən keçdi. Biz onunla əməkdaşıq. Hər bir işdə belə hadisə olur. Bu haqda danışmaq istəmirəm. Belə bir hadisə baş verməyib danışmayacağam. Qeyd edək ki, məlumata görə Hadisə Mədəniyyət Naziri Adil Kərimlinin sözügedən teatrda aktyorlarla görüş keçirdiyi ərəfədə baş verib. Qalmaqala səbəb Ələskərovanın saqqız çiynəməsi olub. Bəşir qızı iclas iştirakçılarından birinin saqqız çiynədiyini eşidib. İddiaya görə aktrisanın əsəbləri buna dözmək və ucadan bu qələti edən kimdir deyə iştirakçılara səslənib. Bu zaman Ələskərova qələti sən özün edirsən cavabını verib.